Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Sizi Nardaran kəndindən salamlayıram. Nardaranda bir həyətdə 2 evimiz satışa çıxıb. Əsas mərkəzi yoldan 189 nömrəli marşrut xəttindən 200-250 metr aralı məsafədə yerləşir. Qapısına kimi asfalt yolu olan küçədə. Gedək evlərimizlə tanış olaq. Düşmə təklifdir. Bu fürsəti əldən verməyin. Evlərimiz 13 sot yarım torpaq sahəsinin üzərində inşa olunub 2 ədəd evdir. Birinci ev Padmayak, hardasa onun sahəsinə düşən torpaq sahəsi 7 sot yarımdır. Evimiz ümumi 255 kvadrat metrdir. Tam yüksək keyfiyyətlə tikilib, şəxsi tikilidir. Pul lazım olduğu üçün satılır. Evimiz yerdən 7 daş kürsülüdür. Keçək evimizə. Burada eyvanı nəzərdə tutulub, gözəl hava çəkən yaxşı yerdir, hündür ərazidir. Evimizin otaqları çox genişdir, giriş, dəhliz, ara kəsmələri kimi priqarodkalar başa tikilib. Burada mətbəxi nəzərdə tutulub, geniş mətbəxi var. Ev ümumi 250-255 kvadrat metrdir. Burada bir otaq, qonaq otağı nəzərdə tutulub. Həmçinin qonaq otağından eyvana çıxmaq üçün xod var. Burada bir yataq otağımız. Yataq otağı da çox genişdir. Burada ikinci yataq otağı. Ev tam yüksək keyfiyyətlə inşa olunub. Gözəl dizaynı var. Burada sanitar qovşaqlar nəzərdə tutulub. Tok sistemi çəkilib. Burada isə üçüncü yataq otağı. Tikilişdən söz yox. Evin altı döşəmə betondan döşənilib. Qeyd edim ki, evləri ayrı-ayrılıqda da satmaq mümkündür. Keçək indi o birisi evi sizlərə təqdim edeyim. Həyətin girişi 4 metr enində dalandır. Yəni şəxsi bu həyətə giriş üçün nəzərdə tutulub. Burada isə ikinci evimiz. İkinci evin sahəsinə hardasa 6 sot, 5 sot yarım torpaq sahəsi düşür. Zəhmət olmasa həyəti təqdim edeyim müştərilərimizə. Ev köhnə tikildi, təmirə ehtiyacı var. Sənəd kupça çıxarış, paket kupça, evin də, torpağın da çıxarışı var. Bu evi də şifahi sizə təqdim edeyim. Evin arxa tərəfi küçəyə baxır, yanına keçmək olur. Sağ ağacları, bütün kommunalları var. O birisi evində qaz xətti çəkilib, su, işıq xətti çəkmək lazımdır. Sənəd olduğuna görə onlarda problem deyil. Burada bir otaq, burada 2 otaq nəzərdə tutulub. Gördüyünüz kimi təmirə ehtiyacı var. Çox gözəl təklifdir. Ayrı-ayrılıqda da satmaq mümkündür. Orada isə mətbəx və sanitar qovşağı nəzərdə tutulub. Sanitar qovşağı təmirsizdir. Sanitar qovşağı əvvəl həyətdə olduğuna görə orada əlavə tikinti aparıblar, amma təmirsizdir. Evdə gördüyünüz kimi təmirə ehtiyacı var. İki evlər ümumi 13 sot yarım torpaq sahəsinin üzərində yerləşir. Sənəd kupça, çıxarış, paket kupça. Qiymət 120.000 manat. Təcili satılır. Bu fürsəti əldən verməyin. Marşrutdan 200-250 metr məsafədə yerləşir. Qeyd etdiyim kimi qapıya kimi asfalt yolu var. Təcili satılır.
İstəyən olsa bu evi də ayrılıqda satmaq olar, o evi də. Qiymət 120 min manat, real alıcıya endirim də olunacaq. Bu fürsəti əldən verməyin, gəlin alın. Sağ olun, salamat qalın.